Ben bir hikaye eşitmiştim şeyh. Sen onu hatırlattın ki şiddetli istide qəbirlərdən birinin içi sərin idi. Bu doğrudurmu? Ve bu ölülerde görünen bazı kəramətlərdəndirmi? Bəli, ölülərdə gözəl sonluğun əlamətlərindən olan bazı kəramətlər görünür. Adətən 2-3 əlamət görünür. Ən çoxu bir nəfərdə 6-7 əlamət görünə bilər. Həmçinin pis sonluğun da əlamətləri olur. Yenə 2-3 və ya daha çox. Mənim rastlaşdığım ən çox gözəl əlamət bir meyitdə 7 əlamət idi. Bir nəfərdə mi? Bəli, bir nəfərdə. Bu hekayəni heç vaxt unutmuram. Bir kişi idi, oğlu məni çağırdı, qəbiristanlıqda mənə zəng etdi. Dedi ki, şeyx, atam vəfat edib, istəyirik evdə yuyasan. Getdim evə, meyit hələ xəstəxanadan gəlməmişdi. Yuma ləvazimatlarını hazırladım və cənazəni gözlədim. Meyiti gətirdilər və dedilər ki, şeyx, burada pilləkən altında yuyulacaq. Ora işıq yox idi. Dedim, nə işıq var, nə kondisioner, meyit 6 saat sərin olmayan yerdə qalsa, qoxu verə bilər. Dedilər ki, şeyx, bizdə ancaq bu yer var, tez edək ki, sübh namazından sonra dəfn edək. Meyiti soyundurdum, örtünü qoydum və tənciyəyə başladım. Yəni, sol əlin ovucu ilə qarın tərəfdən yüngül basaraq çıxmalı olan mayeni çıxarmaq üçün. Meyitə güclə basmırıq, yalnız çıxmalı olan maye üçün. Bu meyiti təmizləyəndə bez parçasını çıxaranda rəngi dəyişmirdi. Adətən bir neçə dəfə təkrar edirik, 10-11 dəfəyə qədər. Bu meyitdə 3 dəfə etdim, heç nə çıxmadı, halbuki bəzi meyitlərdən çıxır. Bu birinci kəramət idi. İkinci kəramət dəstəmaz verəndə, namaz dəstəmazı kimi sağ əlini qaldıranda barmağı belə qalxmış vəziyyətdə idi. Şəkli də var. Bu barmaq adi halda yumşaqdır, amma nə qədər düzəltmək istədik, kəfəndə qalxmasın deyə yenə əvvəlki halına qayıdırdı. Buraxdım necə var elə qaldı. Bunu ancaq meyit yuyan hiss edir. Kənardan baxanlar görmür. Sonra birinci yuma zamanı sinə tərəfdən üzündə bir parıltı gördüm. Meyit ölü idi, amma üzündə nur kimi bir işıq vardı. Təəccübləndim, çünki işıq əks tərəfdən gəlirdi. Parça qoydum baş tərəfinə ki, kölgə edim, amma parıltı qalırdı. Bu üçüncü əlamət idi. Dördüncü, yuma bitəndən sonra ətirləməliyik, meyitin səcdə yerlərinə alın, əllər, dizlər, ayaqlar. Ətirləyərkən ondan gözəl bir qoxu çıxdı. Əvvəl elə bildim oğlanları ətir vurub, düşündüm sonra onlardan istəyərəm, yuyunanda istifadə edərəm. Onlar da elə bilirdilər qoxu məndəndir. Hərəmiz elə bilirdi o birindəndir. Meyiti məscidə qoyanda isə sağdan sola cəmaat qoxunu hiss etməyə başladı, hamı qoxunun haradan gəldiyini axtarırdı. Namazdan sonra imam dedi ki, qardaşlar, bugün məsciddə Allahın nurlarından birini itirdik, onun üçün dua edin. Sonra qəbirdə də oğlanları və qohumları bu qoxunu hiss etdilər və qoxunun meyitdən olduğu təsdiqləndi. Şeyx, bu qoxu mənim əlimdə 3 gündən çox qaldı, ancaq cənabət qüsl edəndə getdi. Əgər bilsəydim, bəlkə də yuyunmazdım. Qəbir barədə, şəkillərdə göstərərəm, kondisioner deşiyi kimi bir dəlik var. Meyit başı ilə salınır, sağ tərəfi üstə qoyulur, bağlar açılır, sonra torpaqla kürəyi tərəfdən dayaq verilir ki, üzü qibləyə qalsın. Təsəvvür et, şiddətli istidə qəbir ya cənnət bağlarından bir bağ olur, ya da cəhənnəm çuxurlarından bir çuxur. Yayın istisində içəri düşürsən, sanki ayağından su axırmış kimi sərinlik hiss edirsən. Biz çöldə soyuqda olarkən içəri isti, ya da əksinə. Bu adamda isə torpağı kürəyinə qoyanda əlim dondu. Torpağın və yerin soyuğundan torpağı yığa bilmədim. Şalımı əlimə doladım ki, torpağı yığım, çevrilməsin. Bu, 45 dərəcə istidə baş verirdi. Çox qəribə idi. Bütün bu əlamətlər bir nəfərdə idi. Sual verdilər, şeyx, bu qədər gözəl əlamət niyə bir adamda toplandı? Mən bu sahədə 21 ildir Allah rizası üçün könüllü işləyirəm. Mən də təəccübləndim. Deməli bir sirr var. Yasın birinci günü getdim, insanlardan soruşuram, bu adam necə idi? Harada işləyirdi? Kimlərlə idi? Deyirdilər, şeyx, biz onu yalnız məsciddə görürdük. Axırda dedilər, bax oğlu oradadır. Oğlunu çağırdım, dedim, oğlum, atan haqqında danış, bu kəramətləri özün gördün. Dedi, şeyx, anamın dilindən danışım. Dedi ki, atası ağ günlərdə, ayın 14-15-i və bazar ertəsi cümə axşamı oruç tutardı. O gün də oruclu idi. Gecə saat 1 radələrində zövcəsi xurma və süd gətirib dedi, qalx sahura. Dedi, üşüyürəm, su ver. Su içirdi, qadın yanında Quran oxuyurdu, birdən sinəsindən xışıltı səsləri gəldi, ölüm əlamətləri. Uşaqları çağırdı, xəstəxanaya apardılar. Reanimasiyaya saldılar, cihazlara qoşdular. Həkim dedi, evə gedin, sabah gəlin. Növbətçi tibb işçisi deyir ki, mən Quran oxuyurdum, cihazlara baxırdım, ürək cihazı bir uzun siqnal verdi, yəni ürək dayandı.
Amma eyni anda kişi şəhadət barmağını qaldırmışdı. Deyir, qorxdum, həkimləri çağırdım, süni nəfəs verdilər, amma kişi sanki deyirdi ki, artıq iş bitib. Sonra imamdan soruşdum, o dedi ki, 15 ildir bu məsciddə namaz qılıram. Bir dəfə də olsun bu adamdan əvvəl gəlməmişəm. Həmişə birinci sırada idi, sağımda ya solumda. Müəzzin dedi ki, sübh və işa azanında bu adam məni narahat edirdi. Yəni hamı azandan sonra gedir. O isə qapının yanında zəif işıq altında Quran oxuyur, məscid açılana da gözləyirdi. Məscidin xadimi dedi ki, sübh və işadan sonra yatmaq istəyirəm, amma bu adam məndən sonra çıxır. Hamı çıxandan sonra sağ ayağı ilə sonuncu çıxır. Qəlbi məscidlərə bağlı idi. Yaxşılığın qarşılığı yalnız yaxşılıqdır. Allah da ölümündən sonra onu belə ikram etdi.